32-ci sual. 2-ci Qarabağ Vətən müharibəsi dövründə hansı hadisələr baş verir, buna baxırıq. Demək, Xankəndi şəhər mərkəzində dövlət bayrağımızın qaldırılması, xeyr, bu antiterror əməliyyatından sonra olub, 2023-cü ildən sonra bir aid deyil. Daha sonra Şuşa bəyannaməsi imzalanması, xeyr, bu da 2-ci Vətən müharibəsi dövründə olmamışdı. Türkiyə ilə bağlanmışdı Şuşa bəyannaməsi bu arada. Horadiz qəsəbəsi düşməndən təmizləndi. Bu 1-ci Qarabağ müharibəsi dövrünə aiddir. 90-cı illər götürmürük. Xocavənd rayonunun bir hissəsi azad edildi, bəli. 5 rayon mərkəzi şəhər azad edildi, bəli. 4-5 cavabımız oldu C variantı. Sonra 33-cü sual. Tarixi proseslərin məntiqi ardıcıllığını müəyyən edin. Baxın, rekonkist hərəkatının başlanması bu 11-ci əsrdir. Daha sonra Pireneya yarımadasında yeni Xristiyan krallıqların yaranması bu 12-ci əsrdir. İndi bizə nə lazımdır? Yəni ardıcılığı tamamlamalıyıq. Bir dəqiqə baxırıq. 2 gedə bilər. Y. Ərəblər və Yahudilərin Xristiyanlığı qəbul etmək şərti dövlətçiliyin saxlanması bu rekonkist hərəkatının başlanmasından sonra olmuşdur. 2 getdi Y. Daha sonra Pireneya yarımadasında yeni Xristiyan krallıqların yaranması bu 12-ci əsrdir. Onun ardınca Qələblər Vahid İspaniya krallığının yaranması. Bu da olacaq 1479-cu il. Məntiqi ardıcılığa baxsaq 33-də olacaq Y variantı. Sonra 34-cü sual. Hadisə və nəticə əlaqələrinin doğru verildiyi cavabı müəyyən edin. Xruşovun SSRİ-yə rəhbərlik etməyə başlaması, Sovet totalitar sisteminin yumuşadılmasının başlanılması. Bəli, bu düzgün cavabdır. Bakıda Rus dilli əhalinin çoxlu təşkil etməsi, Bakının beynəlmiləl şəhər kimi Azərbaycan SSRİ-nin tərkibinə çıxarılması, xeyr, bu aid deyil. Belə bir şey ümumiyyətlə olmayıb. Heydər Əliyev Azərbaycan SSRİ rəhbərlik etməyə başlaması, sərhədçi rayonlara 3000 hektarın ermənilərə verilməsinə imkan verilməməsi. Bəli, bu aiddir. Onun hakimiyyəti dövründə bu hadisə baş verib. Milli Azərbaycan qərargahının yaradılması, ölkə rəhbərliyində Azərbaycanlıların təyin edilməyə başlanması, xeyr. Şimali Azərbaycanda ilk neft kəmərinin çəkilməsi, Azərbaycanda SSRİ-nin və SSRİ-nin vahid neft kəmərinə qoşulması, xeyr. Şimali Azərbaycanda ilk neft kəməri 1848-ci ilə aiddir və Azərbaycan SSRİ isə 1920-ci ilə heç adiyyatı belə yoxdur. Ona görə cavabımız olacaq B variantı. Verilən hər iki xüsusiyyətə aid olduğu ərazinin müasir xəritədə müəyyən edin. Qədim insan məskənlərində olan qazma mağarası burada yerləşirdi. 2-ci Güldəvə və Oğlankala kimi şəhər mərkəzləri burada yerləşirdi. Bu Naxçıvan ərazisidir. Baxırıq. Naxçıvan burada hardadır? Naxçıvan 5-dədir. Ona görə cavabımız C olacaq. Amma baxaq 4 haradır? 4 Qazaxdır. 2 Lənkərandır. 3 də Şamaxıdır. Hətta testlərdə Şirvanşahların paytaxtı kimi göstərilən yerdə elə bu ərazidir. Cavabımız oldu C variantı. Uyğunluğu müəyyən edin 36-cı sual. 2-ci Vati, 3-cü Münvaçıqan və Asfagin dövrlərinə baxırıq. Sasanilərin müttəfiqi kimi ərəblərə qarşı döyüşməsi. Bu heç birinə aid deyil. Bunu götürmürük. Yeni Alban yazısının yaradılması. Bu adlı Asfagin dövrünə. 3-ə gedəcək B. Paytaxtın yeni şəhərə köçürülməsi. Bu 2-ci Vaçin dövründə Bərdiyə köçürmüşdür paytaxtı. Arşakilər sülaləsindən olan sonuncu Alban hökmdarı idi. Bəli, testlərə bu çox düşür. Bu 3-cü Mömin Vaçaqandır. 2-yə getdi D. Sasanilərə qarşı azadlıq mübarizəsində rəhbərlik etmişdir. Bu da 2-ci Vaçi olmuşdur. Demək 1-ə C-yi, 2-yə D, 3-ə də B. Cavab oldu C variantı. Daha sonra hadisə nəticə əlaqələrinin doğru verildiyi cavabı müəyyən edin. Baxırıq. Burada olacaq Kosovo döyüşündə Osmanlıların qalib gəlməsi, Bursanın paytaxt çevrilməsi, xeyr. Kosovo döyüşü 1389-cu ildə olub. Bursanın paytaxt çevrilməsi isə 1362-ci ildə. Ona görə bu cavabı götürmürük. Əmir Teymurun Şərqi Anadolu yürüşü böyük İpək yolunun əhəmiyyət yetirməsi, xeyr. Bu da aidiyyəti yoxdur. Osmanlıların Konstantinople tutması 1-ci Muradın sultan titulunu qəbul etməsi, xeyr. 1-ci Murad Konstantinople tutması 1453-cü ildir. Amma 1-ci Murad isə o əsrdə heç hakimiyyətdə olmamışdır. Osmanlıların Qoyunhisar döyüşündə qalib gəlməsi Ağqoyun dövlətindən Qaradənizə çıxışını
itirməsi. Bu cavab da səhvdir. Çünki Qara dənizə çıxışını itirməsi 1461-ci ildir. Trabzon krallığının süqutundan sonra Qolisar isə ondan sonra baş vermişdi. Sultan 1-ci Süleymanın Bağdad tutması, Səfəvilərin ərəb rəqını itirməsi, bəli, bu cavab aiddir. Cavabımız olacaq Y variantı. Daha sonra Ərdəbil hakimliyi və Qaraqoyunlu Baharlı dövlətinə aid ümumi cəhətləri müəyyən edin. Baxırıq. Burada Osmanlılarla müharibə aparması, Ağqoyunlu qüvvələrlə mübarizə aparılması, əsasların Azərbaycan şimal torpaqlarında qoyulması, həmçinin Teymuri qüvvələri ilə də mübarizə aparılması. Burada bizim cavabımız olacaq Ağqoyunlu qüvvələri ilə mübarizə aparılması həm Ərdəbil hakimliyinə aiddir, həm də Qaraqoyunlulara aiddir. Mübarizə aparıb. Daha sonra Teymuri qüvvələrlə toqquşması da bəli, bu da aiddir. İndi baxırıq illərinə. Demək, Teymuri qüvvələri ilə toqquşması aid olacaq 1405-ci ildə və yaxud da 1468-69-cu illərdə Ərdəbil hakimliyində də var. Qaraqoyunluda isə 1405-ci ilə aiddir. Ona görə bunu götürürük. Ağqoyunlu qüvvələri ilə mübarizə aparması isə Ərdəbil hakimliyi 1488-ci il Şahdağ döyüşündə mübarizə aparıb. Qaraqoyunlu ilə Ağqoyunlu arasında mübarizə isə bu da 1468-ci ildə Həsənəli Həsən bəy Bayanlı tərəfindən onun arasında döyüş baş verir və bu döyüşdən sonra isə Həsənəli öldürülür. Həsən bəy də Ağqoyunlu dövlətini yaradır. Çünki burada baxın Ağqoyunlu dövləti demir, Ağqoyunlu qüvvələr deyir. Əgər dövlətə desəydi səhv götürərdi. 2 və 4. Cavabımız olacaq C variantı. Daha sonra baxırıq. Bir dəqiqə. Daha əvvəl baş vermişdir. Qafqaz İslam ordusunun Bakını azad etməsi 39-cu suala baxırıq. Bu aid olacaq 1918-ci il sentyabr ayına. Sovet Rusiyasının Almaniya ilə Brest-Litov sülh müqaviləsinin imzalanması bu 1918-ci il mart ayıdır. Urmi bəlasının baş verməsi bu da 1918-ci ilin mart ayıdır. Şeyx Məhəmməd Xiyabani'nin başçılığı ilə milli hökumətin yaradılması bu 1920-ci il iyunun 23-üdür. Təbrizdə Şeyx Məhəmməd Xiyabani başda olmaqla Azərbaycan Demokratik Partiyasının yaradılması, ADP-nin yaradılması bu da bir dəqiqə 1917-ci il avqust ayındadır. Ona görə bizim cavabımız olacaq elə Y variantı, daha əvvəl baş verəni soruşurdu. 40-cı sual. 17-ci əsrdə İngiltərədə vətəndaş müharibələrindən sonra xalqın tələbi ilə kral məhkəməyə verildi və edam edildi. Stuartların birinci dövrü başa çatdı. İngiltərənin idarəçiliyində isə yeni bir sistem keçildi. Mətndə haqqında bəhs edilən yeni idarəçilik sistemi üçün xarakterikdir. Stuartlar 1603-cü ildə hakimiyyətə gəlmişdi. Baxırıq bu dövrdə nə xarakterik ola bilər? Diktatura tipli olması, xeyir. 2 paltarlı parlamentin var göstərməsi, xeyir. Məhdud monarxiya rejiminin bərqərar edilməsi, xeyir. Mütləq monarxiya idi. İcra hakimiyyətinin dövlət şurasının məxsus olması, bəli. 40-a aid olacaq D variantı, yalnız 4. 19-cu əsrin ikinci yarısı Şimal və Cənubi Azərbaycanın mədəniyyət tarixinə aid ümumi cəhət. Baxırıq burada nə ola bilər? Müsəlman məktəblərin fəaliyyətə başlaması, xeyir, bu Şimal Azərbaycana aiddir. İlk teatr binasının tikilməsi bu aiddir 1890-cı ilə. Hatim mətbuat əsasının qoyulması 1906-cı ilə Molla Nəsrəddin ilə. Üsul Cədid məktəblərinin açılması bu Rüşdiyyədə də var idi, Rüşdiyyə idi adı. Məktəblərin Şimal Azərbaycanda var idi 19-cu əsrin ikinci yarısı, Cənubi Azərbaycanda da var idi. Cavabımız olacaq D variantı. Və ilk teatr tamaşalarının qoyulması isə bu 19-cu əsrin bu Şimal Azərbaycana aiddir. Cənubi Azərbaycana aid deyil. Kəsranilər sülaləsindən fərqli olaraq Məziyyətlilər sülaləsinin hakimiyyət dövründə Şirvanşahlar dövləti üçün xarakterikdir. İlk öncə baxırıq onların illərinə. Məziyyətlilər 861-1027, Kəsranilər 1027-1382-ci illərdə hakimiyyətdə olmuşdur. Paytaxtın dəyişdirilməsi, Salarlar dövlətinin asılı salınması. Paytaxt Məziyyətlərdə Bərdə, Kəsranilər Şamaxıdan Bakıya köçürülmüşdür. Ama burada başka bir şey soruşur bizden.
kəsrənlərdən fərqli olsun. Bu kəsrənlərlə məzələri oxşar cəhətdir. Fərqli olan cəhətə baxaq. Salarlar dövlətindən asılı vəzifə salınması. Bəli, bu cavab düzdür. Bu digərlərindən fərqli cəhət idi. 42-də cavabımız olacaq B variantı. Teymurilər İttifaqının yaradılması xeyir, cəlallərlə mübarizə aparılması xeyir. Kəsrənlərdən fərqli cəhətin soruşur. Ölkə ərazisinin salyanların baskılarına məruz qalınması. Bu da aid olacaq. Oxşar cəhət həm məzələrdə olub, həm də kəsrənlərdə olub. Daha sonra 43-cü suala baxaq. Yunan şəhər dövlətləri Afina və Sparta Əhəmənilər dövləti ilə müharibə aparması. Baxırıq. Bəli, bu aiddir. Qulların Hilot adlandırması bu Spartaya aiddir, götürmürük. Daha sonra eramızdan əvvəl 6-cı əsr sonlarında xalq yığıncağına yeni səlahiyyətlərin verilməsi. Bəli, bu da aiddir. Sparta ordu və donanmaya konsulların başçılıq etməsi xeyir. Konsul yox, hökmdar idarə edirdi. Ağsaqqallar Şurasının mövcud olması. Bəli, Ağsaqqallar Şurası var idi Spartada. Eramızda və 3-cü əsrdə plebeylərə vətəndaşlıq hüququ verilməsi xeyir. Bu Spartada deyildi. Cavabımız olacaq 1-ə A, C, 2-yə də B variantı. Hansıdır? Demək cavab olacaq A variantı burada. Daha sonra Azərbaycanın dövlət müstəqilliyi bərpa edilməsindən sonraki dövrə aiddir. Baxırıq, bu 1991-ci 18 oktyabrdan sonraki dövr soruşur. Müstəqilliyimiz bərpa olunandan sonra. Qərbi Azərbaycandan Azərbaycanlıların deportasiyaya başlanması 1988-ci il. Separatçı qüvvələrin fəaliyyətinin qarşısı alınması, bəli bu aiddir, 2 aiddir. Gəncə şəhərinin tarixi adının bərpa olunması 1989-cu il. Üç rəngli bayrağın ilk dəfə dövlət bayrağı kimi təsdiq edilməsi. 1 dəqiqə xeyir. Dövlət himninin təsdiq edilməsi, bəli. Cavabımız olacaq 2 və 5. Cavab oldu C variantı. 1 dəqiqə səhv yazdım. -45-ci sual. Uyğunluğu müəyyən edin. Əmavilər sülaləsinin hakimiyyəti illərində Ərəb ordusu qalib gəldi və Abbasilər sülaləsinin hakimiyyəti illərində. Baxırıq hansı döyüşlərdə qalib gəlib. Demək, Hilat döyüşündə, Əməvilər sülaləsinin hakimiyyəti döyüşündə bu dövrdə Ərəblər qalib gəlmişdir. Ona görə biri götürürük. Poitiers və Kadisiyə bir Savalanda yaxın döyüşlərdə xeyir. Bunlar aid deyil. Daha sonra Abbasilər dövrü də 750-1258-ci illəri əhatə edir. Burada da baxırıq. Xürrəmlərin bəzi uğrunda döyüşlərində bəli, Xürrəmlərlə Ərəblər arasında olmuşdur. Bu döyüşdə Ərəblər qalib gəlir. Həmçinin 833-cü ildə 2-ci Həmədan döyüşündə də Ərəblər qalib gəlmişdi. Cavabımız olur 1-ə A, 2-yə C'dir. A variantı. 46. Kontinental blokada haqqında dekretin məzmunu. Burada nədən bəhs olunurdu? Burada ondan bəhs olunurdu ki, Fransadan asılı olan ölkələrə İngiltərə ilə ticarətin qadağan edilməsi. Çünki o dövrdə Napolyon Bonaparte idi və Napolyon Bonaparte belə bir qitə blokadası dekreti imzalayır ki, hansı ki ondan asılı olan ölkələr İngiltərə ilə heç bir əlaqə qura bilməzdilər. Bu da adlanır kontinental qitə blokadası. Cavab oldu C variantı. 47. 1830 Carbəlkən 1863-cü ildə Zəkaltada baş vermiş üsyanların oxşar cəhətləri. Bu üsyanlar hər ikisi çarizmin müstəmləkə siyasətinə qarşı olmuşdur. Ona görə də cavabımız olacaq Y variantı. Nadir Şahın fəaliyyəti ilə bağlı uyğunluğu müəyyən edin. Dövlət quruculuğu siyasəti və sosial-iqtisadi siyasət. Mərkəzi Ərdəbil olan Azərbaycan əyaləti adlı inzibati vahidin yaradılması xeyir. Baş vəzir və sədr əzəm nəzarət etmək üçün naiblərin təyin edilməsi xeyir. Naib mahalları idarə edirdi. Hərbi dəniz donanmasının yaradılması, hərbi dəniz donanması yaratmaq istəyir Nadir Şah, amma bu alınmır. Ona görə bunu da götürmürük. Dövlətin inzibati cəhətdən cübərləbəli bölməsi, bəli. Sosial-iqtisadi siyasətə baxırıq. Rəiyyətin orduya çağırılmasının qadağan olunması, xeyir. Vergi toplanmasının qaydaya salınması, bəli. Bu aiddir.
Vəq torpaqlarının böyük hissəsinin dövlətin xeyrinə müsadirə edilməsi, bəli. Tayfa başçılığı irsi prinsipinin tətbiq edilməsi, xeyr, bu sosial-iqtisadi siyasətə ümumiyyətlə aid deyil. Ona görə də 1-ə olur D, 2-yə də olur B, C. Baxırıq variantlarda. Bu D variantındadır. Xəritədə nömrələnmiş ərazilərdən hansılara aid xüsusiyyət verilməmişdir. Alan tayfalarının Azərbaycana bu ərazidən keçərək hücum etmişdilər. Eramızda və 3-cü əsrdə paytaxt şəhəri idi. Baxırıq, burada 1 Dərbənddir, 2 Qəbələdir, 3 Qazakadır, 4 Maraxadır, 5 isə yaxınlaşıraq, 5 isə Bərdədir. Demək, alan tayfaları Dərbətdən keçmişdilər. 3-cü əsrdə paytaxt şəhəri olanda Qazaka şəhəri idi və burada bizə aid olmayan 4 ilə 5-dir. Yəni 4 ilə 5-ə aid yoxdur. Marağa və Bərdəyə aid heç bir xüsusiyyət yoxdur. Əlli. 19-cu əsrin ikinci yarısında Şimali Azərbaycanda neft sənayesində inkişafının iqtisadi sahədə olan təzahürləri bizə lazımdır. 19-cu əsrin ikinci yarısında iqtisadi sahədə istəyir. Əsas buna fikir veririk. Yeni təhsil müəssisələrinin açılması, xeyr, mədəni sahə olmalıydı. Bakının mühüm sənaye şəhərinə çevrilməsi, bəli, 2 aiddir. Yeni istehsal müəssisələrinin yaradılması, bəli, bu da aiddir. Kənd burjuyaziyasının yaranması, xeyr. Xarici qapitalistlərin yerli neft sənayeskarlarını bazardan tam sıxışdırıb çıxarması, xeyr. Tam sıxışdırıb çıxarmamış. Çünki bizim də burada Tağıyev kimi, Murtuza Muxtarov kimi, Musa Nağıyev kimi, digərlər kimi kapitalistlərimiz var idi. Yəni tam şəkildə sıxışdırmadan söhbət gedə bilməz. Ona görə cavabımız olacaq B variantı. Şirvanşahlar dövlətində yaranmış özbaşınalıqlardan istifadə edərək Şirvana qoşun yeritdi. Buğur qalası mühasirəyə alındı. Uzun müddət mühasirədən sonra qala müdafiəçiləri təslim oldular. Mətndə verilən proseslərin nəticəsində Azərbaycanın vahid dövlətə birləşdirilməsi prosesi baş çatdı. Xeyr, hələ şəki var idi. Şirvandan sonra Şirvanşahlar xərac ödəməklə asılığı qəbul etdi. Xeyr. Dərbəndilər sülaləsinin hakimiyyəti başa çatdı. Son qoyuldu, yəni bəli, bu düzdür. Hətta 1538-ci ildə bu Buğur qalası mühasirəyə alınır. Daha sonra isə Dərbəndilər sülaləsinin son qoyulur və Əlqas Mirzədə Şirvanın ilk bəylərbəyi elan olunmuşdu. Dərbəndilər sülaləsinin daxili idarəsinin saxlamaqla mərkəzi hakimiyyəti tabe edildi. Xeyr, artıq ləğv olunmuşdu. Şirvan bəylərbəyliyi yaradıldı. Bəli, Əlqas Mirzə başçılığı ilə cavab oldu B variantı 3 və 5. İkinci Rusiya və Qacar və Birinci Dünya müharibəsi illərində Cənubi Azərbaycan tarixinə aid ümumi cəhətlər hansılardır? Demək, baxırıq. Ərazisində hərbi əməliyyatların meydanından çevrilməsi, bəli, bu hər ikisinə aiddir. Daha sonra əhalisinin Mərkəzi Asiya və Qazaxıstana sürgün edilməsi, xeyr, bu oxşar cəhət deyil Cənubi Azərbaycan üçün. Ərazisində böyük hissəsinin Osmanlı qoşunları tərəfindən ələ keçirilməsi, xeyr. Məsələn, Rusiya-Qacarda Osmanlı müharibəsi deyil, daxı bu Rusiya-Qacar arasında müharibə idi. Osmanlıdan söz gedə bilməz. Təbrizin Çar Rusiyasının qoşunları tərəfindən işğal edilməsi, bəli, Birinci Dünya müharibəsində də baş vermişdir. İkinci Rusiya-Qacar müharibəsində Təbriz işğal olunmuşdur. 1-4. Milli hökumətin yaranması, xeyr, bu da aid deyil. Cavabımız olacaq D variantı. 53. Xronoloji ardıcıllığı müəyyən edin. Baxırıq 1-ə. 1-ci İbrahim Dərbənd hakimiyyətə gəlməsi 1382-ci il, Hülakülər dövlətinin süqut etməsi 1357-ci il, Təbrizin Qaraqoyunlular dövlətinin paytaxtından çevrilməsi 1410-cu il, Azərbaycanın Cəlalilər dövlətinin tərkibinə qatılması, bu da 1359-cu ildə olmuşdur. Ardıcıllıq belə olacaq 2, 4, 1 və 3. 54. 17-ci əsrin ikinci yarısı Səfəvi dövlətinin idarəçilik sistemi üçün xarakterikdir. Demək, 1650-lərdən sonraki dövrü istəyir bizdən. Baxırıq. Şahın qeyri-məhduд hakimiyyətə malik olması, bəli, bu bütün dövrlərə aiddir onsuz da. Biri götürürük. Məhkəmə orqanlarının şəriət qaydaları əsasında fəaliyyət göstərməsi, bəli, 1-2. Sultanın bəylərbəkləri idarə etməsi, xeyr.
bəylərbəyi xandarı edirdi. Bu səhvdir. Bəylərbəyi vəzirlər tərəfindən təyin edilməsi xeyir. Hökmdar tərəfindən təyin olunurdu. Ali şiə ruhanilərin və edaların birinci qrupuna daxil olması bu da aid deyil. Cavabımız oldu 1 və 2. 55. Qıpçaq türklərinə aid olanları müəyyən edin. 55'e baxırıq. Dirqor döyüşündə iştirak etmişdir. Bəli. 1121-ci ildə rəvadilərin arasında məskunlaşmaqda onların hərbi qüdrəti artması xeyir. Onlar məskunlaşmayıb. Gürcü çarı 4-cü Davidlə ittifaq bağlamaları. Bəli, onlar bağlayıblar. Kalka döyüşündə Monqollara qalib gəlməsi. Bəli, 1223-cü ildə Kalka döyüşündə Monqollara qalib gəlib Qıpçaq türkləri. İraq Səlcuq hökmdarı Sultan Mahmuda qarşı döyüşdə iştirak etmələri. Bəli, bu da aiddir. Cavabımız olacaq 1, 3 və 5. 1920-1938-ci illər arasındakı dövrə aid olan ifadələri müəyyən edin. Davos planı 1924. Etadizm siyasəti bəli bu dövrdə baş vermişdir. 2-ni götürürük. Elə 1-də götürürük çünki düşür. Qəribə müharibə 1939-40-cı illərdə bu düşmür. Varşava müqaviməsi təşkilatının yaranması 1955 düşmür. Sonra ABŞ-da yeni xətt siyasəti bu da Theodore Roosevelt'in dövrünə aiddir. 1933-dən hakimiyyətdə olmuş 38-ə qədər bəli düşür. 1, 2 və 5. 57. Uyğunluğu müəyyən edin. Türk dövlətləri Uyğur, Xəzər və Qəznəli dövlətləri baxırıq. Uyğur dövlətində hansılar aiddir? Mancinin qəbul olması bəli. Birə aiddir A. Sonra baxırıq. Məzəkli hərəkətə yaratılması Sasani dövlətinə yardım etməsi. Xeyr, bu birinci Qubadi idi, aiddir bunlara. Dəndənəkən döyüşündə Səlcuqların məğlub edilməsi. 1 dəqiqə. Xeyr. Hindistana yürüş edilməsi. Bu aiddir Qəznəli dövlətinə. Mahmud Qəznəvi yürüş eləyib. Albaniya dövləti ilə sülh bağlaması. Bu da aiddir 2-yə. Xəzərlərlə bağlamışdı Albaniya. Cavanşirin dövründə də Xəzər xaqanlığı ilə Cavanşir arasında müqavilədən sonra onlar nigah diplomatiyasına müraciət edirlər. Xəzər xaqanının qızı ilə Cavanşir evlənir. 20-ci əsrin 20-ci illəri Fransa-Almaniya yaxınlaşması təsiri ilə dövlətlərarası münasibətdə yeni dövr kimi səciyyələndirilir. Bu dövrdə İsveçrədə toplanan konferansda Almaniya, Belçika və Fransa arasında təminat müqaviləsi imzalandı. Bununla da dolayı 1-ci Dünya müharibəsindən sonra Almaniyanın üzərinə yüklənən öhdəliklərin ədalətsiz olduğu etiraf edildi. Bu da Almaniyanın nüfuzunun artmasına gətirib çıxartdı. Bu pakt Adolf Hitlerin işğalçılıq siyasəti yürütməsinə qədər qüvvədə qalmışdı. 58-ci sualda istəyir bizdən haqqında bəhs edilən yeni dövrün adını müəyyən edərək yazın. Bu yumuşalma dövrüdür. 1929-cu qədər davam eləmişdir. Daha sonra 59-da Adolf Hitlerin işğalçılıq siyasəti mənbədə bəhs edilən konferansdakı hansı iki razılaşmanın pozulmasına gətirib çıxartdı. Bu Reyn boyu ərazilərin toxunulmazlığı bir bu idi. İkincisi ərazi bütövlüyü razılaşması var idi. Bunun da pozulmasına gətirib çıxardır. 60-da haqqında bəhs edilən konferansın nəticəsində Almaniyanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndiyi göstərən mənbədə verilməyən iki əlaməti yazın. Mənbədə verilməyən iki əlamətə baxırıq. Bunlardan biri Almaniyanın Millətlər Cəmiyyətinin üzvü olması 1926-cı ildə üzvü olub bu arada. 33-cü ildə çıxmışdı. Bunu yadda saxlayın. Bir də Versal sisteminə dair yazmaq olar. Daha sonra Almaniyaya verilən təsminatın azaldılması ola bilər. Yəni bunlar mənbədə verilməyən əlamətlərdir.